Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar. Saat 16:00 və sualım var efirdə və sizə deyirəm ki, bugün Hövsandayıq və Hövsan cəmaatı bilmirəm bizə xoş gəldin deyəcək, yoxsa abolam, burada nə işiniz var? Çıxın gedin işinizə gücünüzə mi deyəcək? Biz bugün belə bir sual qoymuşuq. Hövsan əhalisindən soruşacağıq ki, dərd çəkmək həyatda insana nələri öyrədir? Görək, bu cavabı verməyə bizə onlar qadirdir, yoxsa yox? Yoxsa yola verəcəklər bizi. Amma yola da versələr, biz çalışırıq ki, kəlbətinlə o içindəki nə qədər söz bazası varsa çıxardırıq. Biz bunu eləyirik. Amma görək, o kəlbətinə əl atmadan biz cavab ala biləcəyik, yoxsa yox? Əgər bunların şahidi olmaq istəyirsinizsə, 30 dəqiqə ərzində sualım varı izləyin. Siz özünüz canlı şahid olun. Sualım var, başlayır, həm də Hövsanda. Salam aleyküm. Hər vaxtınız xeyirli olsun. Oturun bir dəqiqə. Buyur. Ay, sualım. Xəzər televiziyasıdır. Sualım var verilişi. Nə tərsiniz? Çox sağ ol. Allah can sağ olasın. Yaxşı. Yaxşı olasınız. Siz Amma nə tərsiniz? televizorumuz tutmur Xəzər kanalını. Tutar inşallah. Biraz qurtdalayın. Qudalama antena qoymuşuq. Hə. Nədənsə o Çin var, Cənub televizyon. Onu tutur, Xəzəri tutmur. Həmin kanalda da iki. Üzünüzü çevirin Xəzər dənizində bəlkə tutdu. Elə Xəzər dənizin yanında idi. Yox, elə yer var tutur, elə yer var tutmur. Hə. İndi keçək mətləbə. Salam aleyküm. Aleyküm salam. Sağ olun, xoş gününüz olsun. Bax, mənki ağsaqqallarlandır. Adınız nədir dayı? Fikrət də adım. Fikrət dayı. Fikrət dayı, bir qəliz sual qoymuşuq. Amma mənə bunun dərin bir mənası lazımdır, cavabı lazımdır. İndi bilmirəm, mən Fikrət dayıdan bunu ala biləcəyəm, yoxsa yox. Hələ sualınızı verin. Bax, sual belədir, dərd çəkmək həyatda bizə nəyə öyrədir? Həyatı düşündürməyi öyrədir. Əgər həyatda mən dərd çəkmişimsə, mən oturub fikirləşirəm, bu dərd hardan əmələ gəlir? Bunun qabağını necə almaq lazımdır? Ki, gələcəkdə bu dərd təzədən bizim başımıza gəlməsin, ya bunu yüngülləşdirək. Həyatdan gəlir dərd. Həyatdan gəlir və bizə həyatı öyrədir. Bizi həyatı öyrədir. Düzgün cavab verdin mi? İndi mən düzgünlüyü axırda deyəcəm ki, Fikrət dayı düzgün cavab verdi, yoxsa yox. Başqa nə öyrədir? Həyat nə öyrədir? Dərd çəkmək. Dərd çəkmək, o pis günləri bir də yada salmamaq, pis günləri bir də təkrar eləməməyi öyrədir. Çünki o dərd olmasa, sən həyatda elə bilərsən ki, bu həyat elə belə gəlib, özü də gedəcək. Amma sən dərd çəkəndə oturub fikirləşirsən ki, məni bu dərdə salan nə oldu? Mən nə elim ki, bir də gələcəkdə mən bu dərdi çəkməyim. Düzdür? Düzdür. Şəriksiz. Nətər şəriksiz? Bir yerdə tükan işlədirsiniz? Yox, elə o ikimizdə eyni dərddir deyil, həmən əziyyətləri biz çəkirik. Allah köməkli olsun. Bu, indi bax, indiki bu yaşda, neçə yaş var? 71 yaşındayım. 71 yaşda dərd çəkirsən? Daha indi işləmirik. Qocalıq dərdidir də bu. Ki, nə vaxtsa kəlləni atıb öləcəm. Oturub gözləyirik ki, Əzralacan gələcək. O vaxt gələr. Haçan gələcək. Dərddir bu. Kanışlı dərddir. Olsa gələn gedəcək də, canımı yiyim sənə.